Onun üçün əskikliyi var. Ya faiz düşəcək, ya say düşəcək. Sən sevmə də. Sən narahat edir, sən sevmə. Sən narahat edir mənim qara köynək geyinməyimi, sən geyinmə. Sən narahat edir mən İmam Hüseyni əza saxlamağım, sən geyinmə. Sənin narahat edir mən İmam Hüseyni ağlamağım, sən ağlama. Sən ağlamayanda, sən eyşi işlətlə məşğul olanda, sən filan işlə məşğul olanda, mən sənə bir söz deyirəm. Yox, sən mənə nə işin? Mən İmam üçün ağlayıram, əza saxlayıram, ziyarətinə gedirəm. Mən Həzrət Hüseyin üçün ehsan verirəm. Sənin nə lazım? Mən sənə nə işin var? Yox. Çünki niyə? O İmam Hüseyin məhəbbəti qəlbində olanlar üçün, sənin üçün deyil. Sən heç narahat ol. Necə ki, Allah deyir, günah eləmək istəyirsən, bağışla mən, kefəhli olmaq istəyirsən, çıx mənim ərşimin altından. Gəzmə mənim torpağımda, yemə, içmə mənim suyumdan, nemətimdən, ruzumdan. Udma mənim havamdan. Get başqa yerdə yaşa. Əgər yaşaya bilsən, dünyanı sənə fəda edir. Dünyanı sənə edir. Mümkündür. İndi İmam Hüseyin Əleyhisselamdır. Sevmirsən, sevmir. Ağlamırsan, ağlama. Əzadarlıq eləmirsən, eləmə. La belə toy edirsən, gözün aydın, get toy ver. Sən nə yiyəcəksən toy eləməkdən İmam Hüseyni ya mənə? Ya mənim əqidəmi alacaqsan əlindən? Mümkündür. Ya mənim imanımı alacaqsan əlindən? Mümkündür. Ya məni öz yoluna, öz tərzüyə çağıracaqsan? Mümkündür.